Bizim hər birimizdə bu və ya digər dərəcədə sxemlər var ki, biz həyatımızı bu sxemlər üzərində qururuq. Yəni bu sxemlərdən çıxış eləyərək həyatımızı yaşayırıq. Bu sxemlər linza kimidir. Əgər analogiya eləsək linzalarla, linza nə qədər tünd olarsa, biz o qədər ətrafı tünd görərik. Nə qədər rəngli olarsa, yəni hansı rəngdə olarsa, ətrafı da o rəngdə görəcəyik. Yəni sxemlər də belədir. Bizdə hansı sxemlər varsa, biz həyatımızı da o cür yaşayırıq. Məsələn, eybəcərlik sxemi olan insanlar aşırı estetiklərə gedən insanlardır, aşırı kosmetoloqlara gedən insanlardır, aşırı xarici görünüşləri ilə bağlı həssas olan insanlardır ki, məsələn, evdə də öz saatlarını çıxartmayan, əşyalarını, aksesuarlarını çıxartmayan, evdə də bərli bəzəkli olan insanlar var ki, çox zaman bunlarda eybəcərlik sxemi olur. Və bunlar bu cür davranışlar edirlər. Və yaxud da ki, natamamlıq sxemi. Natamamlıq sxemi olan insanlar həddindən çox işgüzar insanlardır. Onlar bazar günü də işləyirlər, onlar evdə də iş görürlər. Ancaq işgüzarlığa köklənir bu insanlar və natamamlıqlarını sübuta, belə deyim, özlərini sübuta yetirmək üçün bu natamamlıq sxemindən irəli gələrək. Məsələn, bodybuilding var ki, bu da kişiliyin qüsuru sxemidir ki, bu sxem olan oğlanlar çox zaman bədənlərini belə bəzi bu və ya digər dərəcədə hansı nələrsə qəbul eləyirlər ki, əzələli bədənə sahib olsunlar. Yəni bu da zəifliyin sxemidir, zəif kişiliyin sxemidir. Sxemlər çoxdur ümumiyyətlə və yaxud da ki, partnyorundan çıxıb gedə bilməyən insanlar var ki, onlar dözürlər hər şeyə. Bu da köməksizlik sxemidir. Mən gedə bilmərəm, başqa çarəm yoxdur, mən köməksizəm. Bu sxem o qədər dərin olur ki, onlar çıxıb gedə bilmirlər, özlərinə inanmırlar. Və bir də pul yığmaq sxemi var ki, pulum çoxdur, pul yığmaq, başqa heç bir şey yoxdur, başqa heç bir özü ilə fəxr edəcək bir şey yoxdur və o bu sxemlə özünü göstərmək istəyir ki, yəni bu sxem ona məcbur eləyir ki, o pul yığsın, pulu ilə daha belə deyim də özgüvənini qazansın ki, mənim bax bu maddiyyatım var, bu sərfiyyatım var və s. Və yaxud da ki, həddindən çox sərt standartlar sxemi var ki, insan özünə tələbkar olur həddindən çox, ən kiçik xırda səhvini belə bağışlamır. Bax, bu insanlar sərt standartlar sxemi olan insanlardır ki, bu da uşaqlıqdan qoyulub, çox zaman valideynlər müqayisə eləyirlər və bunlarda bu sərt standartlar sxemi əmələ gəlir. Sxemlərinizi tapanda və sxemlərinizin fərqində olanda artıq bu sxemlərdən qurtula bilirsiniz və təbii ki, terapiyalarda öz sözünü deyir, köməyi olur ki, sxemlərimizi tapanda və onları fərqində olanda artıq bunu buraxırıq və rahat və azad yaşayırıq.